Salam dəyərli müştərilər, hər vaxtınız xeyirli olsun. Bugün mən sizə Lancome brendindən La Vesta Bella ətirin həm orijinal, həm də saxta məhsulunu təqdim edəcəm ki, gələcəkdə aldanmayaq. Yəni 40 manatlıq məhsulu 270 manata almayaq. Hal-hazırda A-klass versiyasıdır, birə-bir yazılar eynidir. İlk öncə məhsulun yazılarına, bu hələ hal-hazırda əlimdəki olan versiya A-klassdır, birə-bir bənzətmədir. Fikir verirsiniz. Hərf səhvi belə yoxdur. Yenə də tərəzi lazım olacaq. Saxta məhsulun çəkisi 442 qram. Orijinal məhsulun çəkisi 410 qram. Bu nəzərinizdə olsun. Görürsünüz. Yenə də eyni paketlənmə. Amma orijinal məhsullarda elə bir. Daha sonra isə burada Lancome brendi görmə məhdudiyyəti şəxslər üçün belə bir nöqtələr qoyub. Hər iki məhsulda bu mövcuddur. Sadəcə görürsünüz, QR kod var orijinal məhsulda. Daha sonra nəyə fikir verəcəyik? Fikir verirsiniz, burada QR kod var. Mən bunu oxutdum. Birbaşa getdi Lancome brendinin rəsmi səhifəsinə daxil oldu. İstədiyiniz yerə bunu çıxardıb əlavə edə bilərsiniz. Yəni bu güvənilir deyil. Ən önəmli olan məhsulun batch kodudur. Fikir verirsiniz. Saxta məhsulda da batch kod var. İndi buradan tam olaraq görsənmir. Görürsünüz, məhsulun batch kodu var. Qutu açılışı olanda tam olaraq əmin olacaqsınız. Saxta məhsul açırıq. Orijinal məhsul açırıq. Qutudan da bilinir, artıq keyfiyyətindən bilinir. Məhsulun şüşəsindən tanış olaq. Fikir verin orijinal məhsulda. Fikir verin saxta məhsulda üzərinə salafan keçirilib. Salafan olmamalıdır. Eyni onun kimi ediblər, amma salafanı var, nəzər olunmadı. Salafan olmamalıdır. Görün, yazılara belə, yəni tam olaraq eynidir. Bizdə nəzərinizdə olsun, orijinalda belə bir gül var qapağında. Saxtada isə o yoxdur. A-klass versiyasında yoxdur. Buna da diqqət edin. İndi qapaqların çəkisinə baxacağıq. Bu saxta məhsulun qapağıdır. Bunun çəkisinə baxaq. 11 qram. qram. Boş qutuların çəkisinə baxırıq. Saxta məhsulundur. 42 qram. Saxta məhsuldadır. Orijinal məhsulda 36 qram. Qutuda zəhərləri nəzərinizə çatdırım ki, orijinal məhsullarda daha keyfiyyətli, yazılarını daha
daha keyfiyyətli olduğunu görəcəksiniz. Buradan da elə bilmək olur. Rəng belə eynidir, forma eynidir. Şüşələrdən inanın ki, yəni mən birinci dəfədir, şüşələrdən belə seçmək olmaz. Eyni keyfiyyətdə də deyərdim ki. Məhsulların batch kodu, saxta məhsulların 38R 702L. Fikir verin, 38R 702L. Birəbir, yəni batch kod eynidir. Saxta məhsulda. Təsəvvür edirsiniz, batch kod belə güvənli deyil. Yəni də qeyd edirəm, batch kod güvənli deyil, QR kod güvənli deyil. Bunlar güvənli deyil. Orijinal məhsullarda 38X 303 38X 303 Qoxusuna da baxaq görək. Orijinalla eynidirmi? Bunu qeyd eləməliyəm. Deyərdim ki, çox bənzəyir. Həqiqətən də saxta olan məhsul A-klass versiyası bənzərliyi var. Amma orijinal daha keyfiyyətlidir, daha qalıcıdır. Yəni bunu bu Lancome brendində La Vesta Bella ətri həqiqətən də keyfiyyətli istifadə edənlər bilir. Amma bənzərliyi var. Bildiyiniz bənzərliyi var. Daha sonra isə qablaşmasında görürsünüz yazılıb La Vesta Bella. Orijinalda da qeyd olunub. Amma sizin üçün kifayət qədər video oldu, yetərli oldu. İstər qapağı olsun, istər qablaşması, çəkisi olsun. Görürsünüz, salafan keçirilib üzərinə. Orijinalda elə bir şeylər yoxdur. Üzərində görürsünüz gül logosu var. Fikir verirsiniz, amma saxta məhsulda yoxdur. Yenə də üzərindən tez-tez keçirən, bax yüzü metal, amma orijinalda yoxdur. Bəli, dəyərli müştərilər, videonu yekunlaşdırıram. Sırf bizlər üçün çəkilmiş bir videodur, yəni də qeyd edirəm. Qlobala düşsə daha da, hər kəs üçün daha da faydalı olar. Amma nəzərinizdə olsun ki, biz saxta məhsul satmırıq. Biz bu A-klasslara, sintetik məhsullara, bilirsiniz ki, A-klassda elə sintetik məhsuldur. Yağlar satırlar mağazalı hal-hazırda. Onlar hamısı, bax, bunlar hamısı onlardan hazırlanır. Yəni, 2 cür ətir var. Ya orijinal olmalıdır, təbii ingredient olmalıdır, ya da ki, sintetik məhsul olmalıdır. Üçüncü bir növ ətir yoxdur. Sadəcə az qatılır bunun içərisinə və biraz incə olur, biraz yağlardan fərqlənir. Biz orijinal məhsulları dekant olaraq təqdim edirik. Və belə videolarımız inşallah ki, çox olacaq və daha faydalı olacaq hər kəs üçün.